Mənim yaradılışım bir cürdür ki, mən haqdan, həqiqətdən ayrı qala bilmərəm. İnsan öz vətənindən necə ayrı qala bilər? İnsan bir yerdə ki, doğulub, boya başa çatıb və gedir başqa bir yerə, o yerdə əlbəttə ki, öz vətəninə qarşı, doğulub boya başa çatdığı yerə qarşı biganə qala bilməz və onu xatırlayar, onun ab-havası ilə uzaqda da olsa yaşayar. Amma biz ki, Allahdan gəlmişik, bizim fitrətimizdə ki, ilahi istəklər var, haqqa, peyğəmbərə, dinə, əhl-i beytə qarşı məhəbbətlər var. Nə səbəb oldu ki, insanların bəziləri istər tarixdə, istərsə də bugün həmin o haqdan, həqiqətdən, başqa sözlə desək, həmin o vətənindən, mənəvi ilahi vətənindən uzaq qaldı. Bir neçəsini qeyd elədik, inşallah bir neçəsini də bugünkü söhbətimizdə qeyd edəcəyik. İnsanın dindən uzaq düşməsinin bir səbəbi də budur ki, insan rahatlıq axtarır, azad yaşamaq istəyir, sərbəst yaşamaq istəyir. İnsanda sərbəstliyə, azadlığa meyl var, istək var. İnsan xoşlamır ki, kimsə onun qarşısına bir sərhəd çəksin, maniyə qoysun. İnsan istəyir ki, istəklərini rahat həyata keçirə bilsin. Çünki insan yaranıb, onda bir sıra istəklər var. Maddi, mənəvi fərq eləməz. Müəyyən istəklər var. O insan həmin istəkləri daha çox meyillidir ki, sərbəst həyata keçirsin. Kimsə onun qarşısına çıxanda və qarşısında sərhəd qoyanda onun acığı gəlir bəzən. Görsən, birinə irad tutursan, xoşlamır. Birinə bir nöqsan cəhətin deyirsən, xoşlamır. Əlbəttə ki, elə yumuşaq deyirsən, qaydasında deyirsən. İnsan istəmir ki, kimsə ona qıraqdan, hətta nöqsan belə tutsun. Ürəkləri istəyən şeyləri rahat həyata keçirsin, maniyəsiz, qeydsiz, şərtsiz. Allah Teala insana bu xisləti verib, bu istəyi verib və dindən uzaq düşməyin əsas səbəblərindən də biri budur. İnsan məsuliyyətdən qaçır, götürdüyü öhdəlikdən qaçmaq istəyir. Quran-ı Kərimdə bir ayə var, Qiyamət surəsinin 5-ci, 6-cı ayələridir. Buyurur ki, Bismillahirrahmanirrahim, Bəl yuridul insan liyəfcürə əmaməh, yəsəlu əyyənə yevmul qiyaməh. İnsan istəyir ömür boyu günah eləsin, soruşur ki, qiyamət nə vaxtdır? Bu iki ayədən belə nəticəyə gəlmək olar ki, insanın qiyaməti inkar eləməsi, məad ki, bir həqiqətdir. Qiyamətin olması labüddür, qiyamət olmasa olmaz. Çünki günahkarlar cəzasına çatmalıdır, yaxşılar mükafatına çatmalıdır. Bu dünyada biz gördük ki, müəyyən yaxşı insanlar var ki, mükafatsız qalıblar. Günahkarlar var ki, heç ölənə qədər cəzalarına çatmadılar. Bəli, ölümdən sonra bir məhkəmə qurulmalıdır. Cəzaya layiq olan cəzasına çatmalıdır. Mükafata layiq olan öz mükafatına, savabına çatmalıdır. Bu dünya mükafat dünyası deyil, cəza dünyası da deyil. Əsl həqiqətdə Allah Teala mükafat və cəza üçün başqa bir aləm yaradıb. Və Allahın ədaləti bunu tələb eləyir. Axı biz deyirik, Allah ədalətlidir. Bəs necə ədalətlidir ki, yaxşılar mükafatına çatmadı, pislər cəzasız qaldı. Allahın ədaləti tələb edir ki, qiyamət olsun. Ölümdən sonra başqa bir aləm olsun. Onu bir çox insanlar inkar edirlər. Biz elə bilirdik ki, ancaq tarixdə 1400 il bundan qabaq inkar eləyənlər olub. Amma baxırsan, görürsən, indinin özündə də bu məsələyə laqeyd qalanlar var. Müsəlmandır, amma danışır, deyir ki, cənnət də buradadır, cəhənnəm də buradadır. 5 günlük həyatdır, yaşayırıq ki, başa vuraq bir tər, ölək çıxaq gedək. Yox. İnsan fikirləşməlidir ki, qiyamət var, axirət var. Bəzən insan axirəti inkar edir. Quran-ı Kərim onun səbəbini açıqlayır.
Ki, niyə görə gün kimi aydın həqiqəti insan inkar eləyir? Ona görə ki, ya, əlində möhkəm dəlil var? Yox. Kimlər ki, qiyaməti inkar eləyir, onlara baxsız, görərik ki, onların əlində bir dəlil yoxdur. Əqli sübut yoxdur. Onlar bəs nədən inkar eləyirlər? Axı, məsələn, bir şeyi inkar eləyir, sübut gətirir. Məadı inkar eləyənlərin sübutu nədir? Yoxdur sübut. Bəs nəyə görə inkar eləyir? Çünki əgər qəbul eləsə ki, qiyamət var, gərək burada əməllərinə, istəklərinə sərhəd qoya. Boynuna götürdüyü öhdəliklə, məsuliyyətlə yaşaya. Çünki bilir ki, hesab var. İnsan biləndə ki, bir şeyin hesabı var, çox diqqətli olur. İnsan da istəyir, qeydsiz, şərtsiz, tam sərbəst yaşasın və istəklərin bu dünyada istədiyi kimi həyata keçirsin. Ona görə də deyir ki, qiyamət yoxdur. Qiyaməti inkar eləyir. Nədən? Həmin o sərbəst yaşamaq istəyindən. Oxuduğum ayə onun cavabını deyir. Bəl yuridul insan. İnsan istəyir. Nə istəyir? Liyəfcura əmaməhu. Qarşısını sərhədsiz, maniyəsiz görsün. İnsan yol gedir, yol gedəndə qabağına nəsə çıxanda narahat olur. İstəyir tam sərbəst olsun. Həyatda da belədir. İnsan həyatını tam sərbəst yaşamaq istəyir. Ona görə də belə istəyir deyənə yəsəlu əyyənə yevmul qiyamə sual verir ki, qiyamət açandır. Yəni bu sualdan məqsəd o deyil, qiyaməti qəbul eləyib vaxtın soruşur. Yox. Yəni sanki həmin o ömür boyu günah etmək istəyi ki var insanda, tam sərbəst yaşamaq istəyi, o cür istəyir və eşidəndə ki bir nəfər danışır ki, qiyamət var, axirət var, deyir, ay oldu ya, o varsa haçandır, nə vaxtdır? Yəni o vaxtın soruşur, o mənada ki, yəni inkar eləyir onu. Yəni qiyamət olmayacaq. Çünki bu qiyamətə inansa, başqa cür yaşamalıdır. Məadın inkar olunmasının əsas səbəblərindən bax biri budur.